Uşaqlar, gəlirik indi intiqam mətninə. Bunu işlədim burada. Sizdən biraz çətin mətn idi. Keçən dəfə kimi də çətin idi demək olar. Uşaqlar, gəlirik bu mətndə mətndə əsasən hansı doğrudur? Doğru olanlar İsrafil ağa mətnini oxuduğumuza görə Mollazal uşağı tayfasının qadınları döyüşkəndir. Hardan bilirik? Burada at minirlər və yaraqlanırlar. Baxın, hətta qız gəlinlərdən yaraqlanıb döyüşə tələsənlər oldu və hər iki tayfada sözü keçən adamlar var. Birində İsrafil ağadır, biri də Gülnaz idi da. Onların sözü keçirdi. Birə BD variantı birində uyğun gəldiyinə görə elə A variantı düzdür. Əvvəldə rəqəm yazılmış hansı cümlələri mətnindən çıxarsa ardıcıllıq pozulmaz. Bir çıxarsa pozular. Çünki biz bilməliyik ki, hansı atışmadan söhbət gedir. Bu pozular, bunu götürmürük. Baxırıq 2-yə. 2'ye baxırıq. 2 yazır ki, burada bu tayfanın gəlib torası oxuyaq. Tələsənlər də oldu. Alovsəy də dəlilik dərəcəsində zadı. Yəni 2-ni oxumadan mənada bir dəyişiklik onsuz da olmur. 3'e baxırıq. Dayanın. Hamı atını yurdun hündür yerinə çıxmış yanına sarı yedəklədi. Yəni bu onsuz da dayanıb da, hamısı dayanıb. Yəni 3'e də ehtiyac yoxdur. 4'te də deyir ki, səbr lazımdır. Qoy düşmənin qurduğu tələ boş qalsın. Düşmən acizliyi yox. Yəni biz yenə bunu çıxarda bilərik. Cavabımız 2, 3, 4 variantıdır. 3, 5 variantı da var idi. Burada 5'e baxırıq. Fikrinə anası haqlıdır. Kim bilir kəndə çağıran İsrafil ağadır. Kim bilir onları hansı dağda. Yəni bunu götürməyəcək. Bu bəy burada 1 2 4 vurub biri mütləq şəkildə çıxmadı. Yəni o çıxsa pozulacaq. Kəsəmətdə səssizlik. Gün qalxan vaxt danışdılar ki, bu atışma qəbirsan Mollazal uşağı tayfasının onların qəbirləri güllələnib. Bu atışma qəbirstanlıqda olub. Hansı atışma? Ona görə burada gecə güllə səsləri sakitliyi pozdu. Bu mütləq olmalıdır. Növbəti, mətnə əsasən səbəbini, fikirləri müəyyən edin. Səbəbini müəyyən etmək mümkündür. Bunun ədavəti nəyə görədir bilmirik. İsrafil ağanın Acdərəyə həmlə etməkdə ehtiyat etməsini qorxurdu məğlubiyyətdən. Məqsədinə çatdıqdan sonra İsrafil ağanın intiqam hissinin artmasının səbəbini bilmirik. Deyir, yenə artır. Baxın, artmaqdaydı. Niyə artırdı? Bilmirik nəyə görə artırdı da. Sonra mümkün deyil. Gülnaz xan tayfa nümayəndə düşmənin cavabını verməni çəkindirməsinin bəli, mümkündür. O deyir ki, təli ola bilər. 4'ü çıxırıq. 4 olan variantları çıxırıq, 1 olan variant da çıxırıq. Yerdə 2-5 qalır da. Hökumət Mollazal uşaq tayfasının başqa kəndə sürgün etməkdə İsrafila dəstək olmasının hər azdır. Burada birinci cümlədə keçir, heç bir məlumatı yoxdur. Mətndə Gülnazın nitqində çox əzablar görüb, düşmənə münasibət soyuqqanlı olmaq istəyir və uzaq görənlidir. 1 2 4'dür. Hansı cümlədə altından xətt çəkilmiş birləşmənin kontekstə görə ipini çəkmək ifadəsidir? Deməli, dilovunu bərk yığışdır, öz nəzarətində saxlaya bilmək və intizama dəvət etmək. Cavabımız 2 3 4'dür. Mətndə tünqar hərflərlə verilmiş cümlədə mətnin səciyyəvi üzv. Mətn bədii üslubdadır. At ayaqları yeri döyəcləyirdi. Toz dumandan gözü görmürdü. Gözü görmürdü. At şaha qalxmışdı. At ayaqları yeri döyəcləyirdi. Toz dumandan göz görünmürdü. At ayaqları gözü bir neçə versiya ola bilər. İndi ağlıma gəlmir bu. Gülnaz qollarını oğlumun boynuna dolayıb onu bağrına bastı. Uşaqlar, bir neçə versiya ola bilər. Mən birini yazıram burada. Mətndə əvvəldə səngimiş, soyumuş, səngimiş sözdür. Soyumuş, bitmiş. Sonra hansı sözdür? İşarə qoyulmuş. Təlatüm yarandı. Dəhşət, təlatüm, problemli hadisəyə deyirlər də. Sonra bir də var idi. Təlatümdən başqa bir də olmaydı uşaqlar. O biri hansıdır? Məşəqqət, Məşəqqət çətinlikdir. Nöqtələrin yerinə bir tərəfdən yeni tələ qurmağı düşünür. Tələsinin işə yaramayacağını, bu da ola bilər. Sonra dönmüşdü. Bir tərəfdən necə deyirlər, əsəbləşmiş, tələnin baş tutmağı əsəbləşir. Digər tərəfdənsə qalib gələ bilməmək, onların buna inanmaması necə deyirlər, onu dəli edirdi, ola bilər. Cədvəli görmürəm, o bir cədvəldə görmürəm. Növbəti mətndə görüşərik.